Deməli Bakıda çay nədir, say nədir deyən adamı peşman edən bir məkan var. Bura müasir çay laboratoriyasıdır. Burada növbənöv çaylar var. Bax, meyvəli çaylar, südlü çaylar, hətta pendirli çay belə var. Bu arada pendirli çay çox maraqlı söhbətdir. Altında moruqlu və ya çiyələkli çay götürə bilərsiniz. Yeri gəlmişkən bütün çaylarda istifadə olunan meyvələr təbiidir. Üzərində isə krem pendir, sonra olan dadı qarışır bir-birinə. Çox qeyri-adi dadı var, mütləq bunu sınamalısınız. Meyvəli çaydan danışmışkən burada siz Qaranqulu çayını yoxlaya bilərsiniz. Menyuya təzə daxil eləmişik. Dadı belə turşməzə, əsl belə yay dadıdır. Və Zət Nəslinin sevdiyi bubble tea. Bubble tea-ni mütləq şəkildə südlə yoxlamalısınız. Yəni dadı onda açılır. Amma mənim kimi laktoza intolerantsızsa bunu dondurma ilə yoxlaya bilərsiniz. Çox dəli bir dadı olur. Bütün bunlardan əlavə Tiyumi öz şirniyyatları ilə məşhurdur. Mochilar barəsində danışmayacağam, çox danışmışıq. Yeni şirniyyatları var, belə egg tartlar. İlahi, o qədər ləzzətlidir ki, bu yumurtalı tartın dadı və teksturası insana fudqazm yaşadır. Məkan adı Tiyumidir. 28 May Sahil Gənclikdə filialları var. Bura isə onun ən böyük Xətai filialıdır.